Putinin Türkiyəyə xəbərdarlığı idi. Qaradəniz böhranının pərdə arxası. Rusiya Ermənistana hücuma hazırlaşır. Avropa hərəkətə keçir. Ermənistan Müdafiə Nazirliyindən sərhəd təxribatı açıqlaması. Ordumuzdakı şərəfsiz. Ermənistan Əliyevin bu həmləsi ilə çalxalanır. Sərkisyan edilmiş. Paşinyansa Cəmil Həsənli yenə Dövlət Təhlükəsizlik Xidmətinə çağırıldı. İranla sərhəddə əməliyyat, xidməti ərazi tam qapadıldı. Mehdiyev işi, Abbas Abbasov axtarışa verildi. Türkiyəli politoloq Engin Özər Qlobal Infoya Rusiya ordusunun Qaradənizdə Ukraynanın ərazi sularında Türkiyəyə məxsus gəmiyə hücumunu da şərh edib. Onun sözlərinə görə bəzi türk firmaları Rusiyadan neft almağa davam edərkən eyni vaxtda Ukrayna ilə ticarət davam etdirilir. Digər tərəfdən Türkiyə neytrallığını elan edir, həm də Ukraynaya silah göndərir. Bildiyiniz kimi, hücuma məruz qalan ilk türk gəmisi Rusiya nefti daşıyırdı və Qaradənizdə şübhəli şəkildə vuruldu. Bu, Rusiyaya qarşı tətbiq edilən sanksiyalara cavab idi. İkinci hadisədə Rusiya Odessada günəbaxan yağı daşıyan bir türk gəmisinə və Roro gəmisinə hücum etdi. Bu, Türkiyənin yeni mərhələdə Avropa Birliyi və Amerika Birləşmiş Ştatları ilə birlikdə yürütdüyü Ukrayna siyasətinə cavab idi. Ekspert qeyd edib ki, Türkiyənin görə biləcəyi ən vacib və təcili tədbir hər iki tərəf Ukrayna və Rusiya ilə dəniz ticarətini dayandırmaqdır. Hazırda Qaradənizdə gərginlik pik həddə çatıb. Türkiyə öz vətəndaşlarının təhlükəsizliyi üçün həm Ukrayna, həm də Rusiya ilə bütün dəniz nəqliyyatını dayandırmaq qərarını verməlidir. Dövlətlər hər zaman bu cür qərarlar verə bilər. Burada Türkiyənin elə də bir strateji marağı yoxdur. İndiyə qədər niyə belə bir qərar verilməyib? Bu çox maraqlı sualdır. Çünki Ukraynada hərbi dəniz minaları, pilotsuz təyyarə hücumları var və real müharibənin ortasında bu cür kommersiya fəaliyyətləri özlüyündə risklər yaradır. Buna görə də Putinin Türkmənistanda Ərdoğanla görüşü ilə eyni vaxtda hücum həyata keçirilməsi Türkiyəyə bir xəbərdarlıq idi. Rusiyanın 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərinə mümkün müdaxiləsi ilə bağlı iddialar ölkədə narahatlıq yaradıb. İrəvanın bu məsələ üzrə Avropa İttifaqına müraciəti isə Moskvanın kəskin reaksiyasına səbəb ola biləcəyi ehtimallarını gücləndirib. Bildirilir ki, Kreml seçkilərdə özünə yaxın qüvvələri hakimiyyətə gətirmək üçün müxtəlif, hətta qeyri-ənənəvi vasitələrə əl ata bilər. Politoloq Zaur Məmmədov Qlobal Infoya açıqlamasında bildirib ki, Avropa İttifaqı rəsmisi Kaya Kallasın açıqlaması Paşinyan hakimiyyətinin həm daxili, həm də xarici təzyiqlərlə üzləşdiyini üzə çıxarır və bu geosiyasi mübarizəni daha da sərtləşdirir. Onun fikrincə, Paşinyanın 2018-ci ildən bəri Rusiyanın təsir imkanlarını zəiflətməsi Kreml üçün ciddi çağırışdır. Lakin Moskvanın Ermənistanda hələ də siyasi, media və təhlükəsizlik resursları qalır və bunlar seçkilər zamanı istifadə oluna bilər. Ekspert vurğulayıb ki, 2026-cı il seçkiləri təkcə hakimiyyət uğrunda mübarizə deyil, Ermənistanın geosiyasi seçimlərini müəyyən edəcək həlledici mərhələdir. Xarici müdaxilə bu prosesi xalqın iradəsindən çıxara bilər. Onun sözlərinə görə, qarşıdakı dövr Paşinyan üçün həm seçkilərə qədər, həm də sonrasında ciddi sınaqlarla müşayiət olunacaq. Zaur Məmmədov əlavə edib ki, Cənubi Qafqazda təhlükəsizlik artıq formal alyanslarla deyil, real güc və məsuliyyət daşıyan aktorlarla formalaşır. Bu baxımdan Azərbaycan və Türkiyə bölgədə əsas təhlükəsizlik qarantları kimi çıxış edir. Politoloqun fikrincə, Ermənistan üçün də real təhlükəsizlik yolu qonşularla münasibətlərin normallaşması və regional əməkdaşlıqdan keçir. Azərbaycan-Türkiyə tandemi isə İrəvan üçün təhdid deyil, alternativ təhlükəsizlik imkanları yaradır. Ermənistan Müdafiə Nazirliyi keçmiş hərbçinin Mehdidə Azərbaycan təxribatı ilə bağlı açıqlamasını İrəvana qarşı növbəti informasiya hücumu adlandırıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib. Yumşaq desək, şərəfsiz xidməti ilə fərqlənən bir şəxsin açıqlaması təkcə dezinformasiya deyil, həm də Ermənistana və onun silahlı qüvvələrinə hücum etmək üçün növbəti uğursuz cəhdi, nazirlik qeyd edib.
Nazirlik bu cür şayiələri hibrid təhdidlər kimi qiymətləndirib və hüquq mühafizə orqanlarından reaksiya gözlədiyini vurğulayıb. Xatırladaq ki, ehtiyatda olan leytenant polkovnik Naira Gevorkyan Azərbaycan Silahlı Qüvvələrinin uğursuz hücum həyata keçirdiyini, Ermənistan bölmələrinin isə atəş açmamaq əmri aldığını bildirmişdi. Prezident İlham Əliyevin təxminən 20 min nəfərə yaxın şəxsə əhatə edəcək amnistiya təşəbbüsü Ermənistanda böyük maraqla qarşılanıb. Erməni mətbuatı bu layihənin Azərbaycanda indiyə qədər ən böyük amnistiya layihəsi ola biləcəyini vurğulayır. Revanşist ekspert Voskan Sərkisyan Əliyevin bu qərarına münasibət bildirərkən məsələni Ermənistan hakimiyyətinin mövqeyi ilə müqayisə edib. Sərkisyan baş nazir Nikol Paşinyanın 7 il yarımlıq səlahiyyəti müddətində heç zaman belə bir təşəbbüslə çıxış etmədiyini deyib. Hətta keçmiş prezident Serj Sərkisyan belə həbsxana şəraiti ilə tanış olduqdan sonra Paşinyanın azadlığa buraxılması ilə bağlı əfv qərarı vermişdi. Lakin Paşinyan artıq 7 ildən çox hakimiyyətdədir. Bir dəfə də olsun belə bir addım atmayıb, sənəd imzalamayıb. Buna görə Azərbaycan xalqı Əliyevi sevir. Azərbaycan prezidentinin təşəbbüsü erməni cəmiyyətində təqdir edilib və müzakirələrə səbəb olub. Sosial şəbəkənin erməni segmentində Ermənistanda antidemokratik proseslərin dərinləşdiyi, Qərb dairələrinin buna səssiz qaldığı yazılır. Milli Şuranın sədri Cəmil Həsənli yenə Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb. Bu barədə Cəmil Həsənli özü məlumat yayıb. O bildirib ki, bugün dekabrın 16-sında saat 3-də yenidən Dövlət Təhlükəsizlik Xidmətinə dəvət edilib. Qeyd edək ki, Cəmil Həsənli 30 noyabrda Dövlət Təhlükəsizlik Xidmətində şahid qismində ifadə vermişdi. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb. Dekabr ayının 15-də saat 23 radələrində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar olunub. Sərhəd zastavası silaha komandası üzrə qaldırılmış, xidməti ərazi tam qapadılıb. Keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhədini pozmaqla ümumi çəkisi 31 kiloqram narkotik vasitəni ölkə ərazisinə gətirməyə cəhd göstərən Lənkəran rayon sakinləri 1985-ci il təvəllüdlü Qədir Hüseynağaoğlu Şahbazov və 1986-cı il təvəllüdlü Zamiq Mövsümağaoğlu Babayev saxlanılıblar. Dövlət Təhlükəsizlik Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər ittihamı ilə aparılan istintaq çərçivəsində yeni qərar verilib. Cinayət işi üzrə toplanmış materiallara əsasən sabiq baş nazirin birinci müavini Abbas Abbasov istintaqa cəlb edilib və ölkə xaricində olduğu üçün barəsində axtarış elan olunub. Məlumata görə Abbas Abbasovun Rusiyada Azərbaycan diaspor strukturlarına təsir göstərməsi, milyarderlərin ittifaqının yaradılması və 2013-cü il siyasi proseslərində rolu istintaq materiallarında əksini tapıb. İş üzrə əldə edilən maliyyə köçürmələri, audio-video sübutlar və dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə dair planlar cinayət işinə əlavə edilib və açıq məhkəmədə açıqlanacaq. Qeyd edək ki, Ramiz Mehdiyev hazırda dövlət hakimiyyətini ələ keçirməyə cəhd, dövlətə xəyanət və çirkli pulların yuyulması maddələri ilə ittiham olunur. Səbail rayon məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə ev dustaqlığı qəti imkan tədbiri seçilib.